Aydın, çox yormadıq sizi. Xeyr, ləzzət aparıram. Var olasınız. Təşəkkür. Mən istəyirəm bu bölümdə əgər siz də müvafiq olsanız, biraz sizin şəxsi həyatınıza, dünyaya baxışınıza və asarınıza bir baş vuraq. Bizi aparın uşaqlığınıza aid ötür. Harda doğulmusunuz, harda boya başa çatmısınız? Bəli. Mən Təbrizdə Şəhriyar məhəlləsində 7 Dərbətlərdə anadan olmuşam. 1341-ci ilin Fərvərdin ayının 5-də. Elə o məhəldə də boya başa çatmışam. Həman evdə mən anadan olmuşam ki, atam da o evdə anadan olmuşdu. Yəni elə əsalətən Təbrizdə Şəhriyar məhəlləsindən olmuşuq. Ana tərəfindən Lilava məhəlləsindəndirlər anam. Orada Saqqızçılar məruf xanavadədirlər. O xanavadədandır. Deməli, ibtidai təhsilat elə hamı kimin tey olubdur. Müntah mən در کنار تحصیل مدرسه‌ای مرسوم atam bir mütevəssit bazarı idi. Məni aparardı yayıq bütün bazara. Məmuli vaxtlarda da bir tənasüb mən gedərdim orada bir Dar Dəlləzəndə bir bala məscid var idi. Orada bir axund bir istilah qədimi müdərris vardı. Mən ondan Gülüstan oxurdum. Neçə sininiz var idi? 6 yaşım. O cür ki mən ibtidaiyə gedəndə ki əlif beyir gedərlər, mən təqribən bab əvvəli Gülüstan mənim hifzim idi. Və bu xub saxtar fikrimin o ədəbiyyatla üns tutmağına uşaqlıqdan çox köməklik eləmişdi. Dövranı təhsilimizdə xub mən Səfa mədrəsəsində dəbirəstan oxumam bahis oldu, bəzi yaxşı ustadlarla sərkarım olsun. Əlbəttə, yəni, həvadis də orada başıma gəldi. Az cümlə bu iki və müəssir oldu mənim در واقع زندگانımda bu idi ki, xub mən orada rəisi kitabxana idim, dəstiyar müdür idim. Bir vərziş subqahı olardı səhərlər, icbari idi ki, bir 15 dəqiqə bir muziklə gəl uşaqlar həyətdə vərziş eləyəydilər. Ay Sarxanı bizim müdürümüzdür ki, əxirən mən getdim iyadətinə, balay 90 sal dindim. Mədarisi Ələvini Təbrizdə qoyubdur. O mənə deyir ki, məndə Əmir adına mərufudum mədrəsədə, mənə Əmir deyərdilər. Əmir, bax, şu klaslarda heç kim qalmayıb. Mən getdim, gördüm bir dənə klasda bir danışamız var idi, Ağay Likvani adında rəis-i Savak Azərbaycanın oğlu idi, Yahya Likvani. Və mən bilirdim ki, o mənim quzarışımı veriblər ki, neçə
dana kitablar, qaçaq kitablar o zamanında, şəriətin kitabları, mühəndis Bazurqanın kitabları, nə bilim, Mirasxar İstimar Cəlaləddin Farsi bir sıra bu cür kitabları verdim, danışamızlar oxurdular. Bir yol. Mən buna deyim ki, vərzişi subqahıdır. Deyim, mən üşürəm. Banki o zaman kasıblığı desə, uşaqlar qalibən görərdim, məsələn, elə çox yaxşı libas olmazdı, elə çox palto olmazdı, nə bilim filan. Bu belə qəşəng xəz palto əynində filan. Deyim ki, hammə şada vərziş edirsən də getdi. Onun da heç olmasa əni 2 məncanıdır. Belə çox ağır bir zadıdır. Mən də o qabaqçı hisslərdə yığışdı, biləyimə buna bir silli vurdum. Ömrümdə sən vurmaq əhli deyirəm, ha? Bəli, şahid il əvvəlin axərin vardı. Bir yol durdu, əlinin üzünə sürtə getdi deyə deyərəm sənə. Elə ki, zəhv vuruldu, mən müntəzir idim ki, indi bir hadisə ittifaq düşəcək da. Biraz sonra gördüm ki, Səfa mədrəsəsinin həyəti uzunudur, klaslar intihai həyətdə idi. Maşınlar 2 dənə, bir dənə Land Rover, bir dənə Jeep, gəldilər, gördüm ki, bunlar məsələlidir. 5-10 dəqiqə sonra məni çağırdılar dəftərə. Deyilə bilirsən neynəmsən? Deyim, neynəmişəm? Müdür deyib, bizdə şahiddə salmışıq əşarda. Yox, sən ağayı Liqvanın oğlunu vurmamışsan, sən Əla Həzrət Əsilli vurmuşsan. Əcəb. Dedim, Əla Həzrət burada nə qeyir? Bu məsələn, bu mədrəsədə danışanımızı da biz elə bu cür bilirik. Xülasə, onlar durdular mənə məsələn bir hücum getmə. Allah rəhmət eləsin, ağay Şeybani, Pərviz-i Şeybani bizim ədəbiyyat dəbirimizdir. Mənə deyir, çıx dur eşikdə. Yəni mədrəsənin eşiyində? Yox, o dəftərin eşiyində. Oranın, bəli, otağın eşiyində. Və eşidirdim, deyirlər ki, siz bu 14 yaşında uşağı tutduz apardınız, nə olacaq 14-15 yaşında cavan, məsələn, bu neyniyəcək filan, orada neyniyəcəksiniz? Onlar da bəhs edirlər ki, bu hərəkətlər rişədən kəsilər filan ola bilmən. Xülasə, təəhhüd verdilər ki, sizin indi bundan işiniz olmasın, biz bunu payan ildə mədrəsədən ötürürük eşiyə. Çağırdılar məndən bir təəhhüd aldılar. Mən o il qabaqki illərdə o cürüdür. Təbrizdə şagird əvvəl olardım, hər hansı məqtədə ki, dərs oxurdum. Və anki şagird əvvəli nə tənə Dəbiristanı səhv etdim, bəlkə şagird əvvəli şəhər idim. Və aynı hal mənim pərvəndəmi verdilər qoltuğuma, deyilə xoş gəldin. Bu bir yaxçı fürsətidir. Mən burada bir şey məhdudiyyətlər vardı. Mən gəldim, Əmirxizi mədrəsəsində səbtinam elədim. O Əmirxizi mədrəsəsində dövrəbərində 4-5 dənə mədrəsə vardı. Hünəristan var, doktoranə var, peseranə var filan. Zaman inqilabda bu bahis oldu. Biz eləyə bilək bəzi işləri, məsələn 5-10 dənə klaslardan, hər klasdan 4-5 nəfərə mən deyərdim ki, məsələn Zəngi Dovum gəlin eşikdə şüar verin. Orada görərdim, 20 nəfər həyətdə şüar verdi, klaslardan hamı çıxdı, gəldi. Əmirxizdən çıxdılar, Rubərdəki Hünəristandan çıxdılar, o yandan Hünəristan doktoranı. Talqanı xiyavanı o zaman, Şah xiyavanı. Yetişəndə başa görərdin, elə olub bir dənə təzahürat, dükanlar çəkərdi, bağlardı filan. Bir neçə dana bu cür hərəkətlər az cümlə o Bistonov Bəhməni Təbrizin hadisəsində elə biz oradan başladıq, ta gəldik Qızıllı məscidə və biləxərə o günün istilah etiqadatı ilə biz orada mən minbərin pilli dovumunda durmuşdum. Bir tərəfdə xanım məhsillər, bir tərəfdə ağalar durmuşdular. Qapının qabağında da bazarlar yığışmışdılar ki, Çehilli Müşahədai Qumudu da bir yol ki, gəldi o rəisi Kəlantəri Bazar Həqşinas. Əvvəl bir həvai güllatdı, sonra bir nəfər vurdu. Məscidin içində. Astani məsciddə, bu cür mən görürdüm, çəkmə ilə gəlmişdi. Bir yol o bahis oldu ki, orada bir dənə dükanın 2 taylı qapısı vardı. Qapısını çıxartdılar, elədilər tabut. O məcruh cavan şəhid oldu. Onu
qoydular çiyinlərinə, da şəhərdə idi bir-birinə, bazar ağzından gəldilər, ta müsəlsəllər çıxartdılar, sonra Şəhnazda müsəlsəl əlində mən özüm gördüm, belə xiyabanı, heç görmürdü kim var, kim yoxdur, müsəlsələ bağlamışdılar filan ki, nöqtəyə ağazı ilə inqilab oldu. Mən o zaman fərhəngi işlərdə Təbrizdə fəal idim. İnqilabdan sonra da təqribən hər harda fərhəngi iş var idi. Biz orada bir növ huzurumuz var idi. Mən Nehzət Səvad Amuzi ustanı mən təhsis elədim əslən. Və Tehrandan mənim adıma iblag gəldi və həmzəman mən به اصطلاح درس حوزوی də oxurdum. Bir gün oldu ki Ayıb Bunabi, Hacı Mirzə Həmid Bunabi mədrəsələrində elam elədilər ki, bu Nimi Şəbanda əmmamə qoyacaqlar. Rəhmətli şəhid Ali Haşim də var idi, mən də var idim filan. Mənim atam icazə vermədi. Bankisi təhsilatını almışdınız? Təhsilatını almışdım. Dedi, nə, hər acan təhsil edirsən, elə vəli müəmməm olma. Yol. Soruşdum ki, ağa, niyə olmayayım? Çəşm olmayacağım. Vəli illətin ürənsüz bilim də. Dedilər, əvvələn o libasda bir şey məhdudiyyətlər var ki, əgər istəyəsən müraat eləyəsən, zindəcanlığın çətin olar. Yox, istəyəsən müraat eləməyəsən, niyə məsələn ad qoysunlar? Sabahlı ayı hamı gedəcək Şahgölüyə. Sən də getsən deyirlər, malla geyib Şahgölüyə. Məsələn də hamı geyib də nə olar? İstəmirəm o cür çətin yaşayasan. Və ayrı dəlaildə dedi, oxumağına sözüm yoxdur, haracan oxusan oxu. Calibdir, bunun bu xatirə yadında qalmışdı. Mən bir ay qabaq getdim bir görməklarına Təbrizdə, bu əyyamı Kongreyi Şəhriyarda çox Təbrizdə oluram. Müttələ olmuşdu, mən Təbrizdəyəm, getdim görməklarına. Yetişən kimin o xatirən dedi, Allah atan Hacı Məhəmməd Ağaya rəhmət eləsin. Hər zadı yaxşı idi, vəli qoymadı sən əhli elm olasan. Deyim, acaba əhli elm olmuşam, vəli mallı olmamışam. Biləxərə az çox oxumuşam. Bəli. Sonra xub mən həman məsuliyyət-i fərhəngidə məsuliyyəti əvvəl Ay Muimpur mənim dostum məndən qabaq getmişdi radioya. Məni dedi ki, gəl radioda nevisəndəlik elə. Mən dərkin ayrı işlərim, getdim radioda bir seri tarixi mətalib yazırdım, ictimai mətalib yazırdım filan. Bala mən oldum məsul Radio Təbriz. Bir neçə ildə Radio Təbrizdə işlədim ta ki bir seminer vardı Tehranda. Müdiran radyoهای شهرستان idi. Orada bir bəhs vardı, bəhs məsail fərhəngi mənatiq. Mən orada bir söhbət elədim. Ağay Məhəmməd Haşimi çox xoşuna gəlmişdi. Məni dəvət elədi ki, sən gəl Tehrana. Mən özümün də əlaqəm vardı ki, məsələn, böyük yerdən müəssir olam. Biraz da Təbrizdə bəzi təngi nəzərliklər vardı ki, o gündən elə mən əziyyət olurdum. Vəli xub, ata-anam razıdəyirdi, mən gəlirdim, gördüm, məsələn, anam gecə ağlır ki, məsələn, mən böyük uşaqlaydım da, evin geçsəm, məsələn, filan. Şəhrivərmahda mənə hökmü sadır eləmişdilər bu ünvanı məsul radyoyu şəhristanhay İran. Mən getmirdim. Neçə dəfə də zəng verdi Ay Haşimi, ta ki İsfəndmahda mənim əvvəl oğlum mütəvəllid oldu 63-də Tehranda. Mənim xanımım xala qızımdır və Tehranda olardılar. Mütəvəllid oldu və mən ata-anamı da götürdüm ki, dün gedək Tehrana da. Nəvəz mütəvəllid olub. Yəni 63-dən kulli ailəz Tehranda yerləşiblər də. Yox, mən ata-anam qeyddilər. Mən də elə o gündən getdim ki, Bimarstandan getdik uşağı. Ondan sonra getdim radioda dəftərimdə müstəqər oldum.
Bir müddət ata-anam qaldı. Sonra qeyddilər ta ki mən radioda Niyazidir, mən də mədaricə və istilah rüşdü tey elədim. در کنار bu iki مدیر رادیو شهرستان هیدیم. Oldum مدیر گروه معارف، مدیر گروه اجتماعی. Sonra oldum مدیر کل رادیوی جمهوری اسلامی. Bir müddətdən sonra mənim 2 dənə müvəffəq bərnaməm çox yer açmışdı o zaman. Sizlər cavansınız o zaman, bilmirəm yadınıza gələr gəlməz. Bir salam subh xeyr idi, bir subh cümə başım idi. Mən bu subh cümə başımını mən getdim bir axçı hünərməndilər getdim və hər hal bəziləri qədimi hünərməndidirlər bunlara. Məsələn, qoymurdular ya, özləri gəlmirdilər filan. Xülasə bir fəza yaratdıq. Elə oldu ki, bir dəfə mən ABU-da, İttihadiye Radyo Televizyonهای Asya Pasifik'te, Asya Okyanusiye'de ben bir guzariş verirdim ki bizim bir برنامه رادیویی صبح یک روز تعطیل بیش از 70% şinevendesi var. Ve bir radyoyu برنامه اجتماعی صبحگاهی radyonun 13% şinevendesi var. NHK Japon'un radyosunun reisi etiraz elədi ki, bu amırlar qələtdir, imkanı yoxdur. Bizim balatərin şenəvəndi radyo amarımız 4%'dir dünyada. Və halin ki, bizim bu amarımız vaqiyydi. Yəni, Subh-cümə başımanın təqribən hamı qulaq asardı. Dəqiqən. Evlərdə açardılar, uşaqlı, böyüklü qulaq asardılar. Ya Subh-cümə başıma. Xub, bir miqdar daxildə də həsadət bərəngizdir. Elə oldu ki, Haşimi ilə bizim sözümüz çıxdı. Haşimi deyir ki, bu bərnaməyi Subh-cümədə məsələn, bir də gəlsinlər, kontrol eləsinlər, filan eləsinlər filan. Mən də bunlara təm vermədim. Deyim, bəs onda deyin, ayrı adam gəlsin, olsun məsul. Mən o zaman acan ki, məsulam öz hozə ixtiyaratımdan heç kimə vermədim. Və mən küstüm dərvaqi. Getdim. Ay Xatəmi müttələ oldu mənə. Vəzir Fərhəngi. Bəli, Vəzir Fərhəngidir. Peyğam yolladı ki, gəlirsən ya mən gəlim sən görməyə filan. Getdim xidmətlərinə, dedi ki, hər nə məsuliyyət söylsən burada, hansı müavinət, hansı filan. Mən dedim, Allah feylən bir daha müşavirət verin. Mən müstəqər olum, sonra görək nəzir olur da. Bu çox yaxşı fürsət idi. Mən Ay Xatəmin öz otağının yanında mənə bir otaq vermişdi. Gündə təqribən 1-2 saat baham olardıq. Mən pip çəkərdim. Pipimi ki yandırardım, onun iyindən Ay Xatəmi gələrdi. Bir yol, sağ kumbe keşim filan. Dəşərdi oxu sözlərini deyərdi Ay Xatəmidən. Mən çox örgəşmişəm, çox mədyunam. Az nəzəri təşəxxüs, az nəzəri istintac, nəticəgiri az məbahis və bəzi usuli fikirlər, Arman şəhri fikrin mən Ay Xatəmdən çox dərslər almışam və bəzi münasibat, məsələn imamla münasibatı. Bir dənə xatirə deyim, bir gün Ay Xatəmi gəldi, hirsindən bir dənə namə qoydu mənimizin üstünə, deyib bunu yazmışam imama, oxu gör. Mən gördüm, mövzu bu idi ki, سازمان حج و زیارت که یکی از معاونت‌های وزارت ارشادی اون مسئول بعثه imam çok zaman Ağay Məhəmməd Hüseyn Rizai'di, getmişdi, labi eləmişdi ki, irşaddan qoparsın, aparsın zir nəzəri beysə. Bəli. Ay Xatəmi imama bir tond namə yazmışdı ki, onu da getmişdi imama namə yazmışdı, imam da müvafiqət eləmişdi. Ay Xatəmi bir ton namə yazmışdı ki, məmləkətin aması sizinkidir. İxtiyaratı da sizdədir. Vəl xilafı qanun sizin ixtiyarınızdadır. Necə xilafı qanun eləyəsiniz? İrşadın hamısını da alsanız mən söyünəm. Ta çəlsət bir dənə müavinədir. Vəl əgər nəzəriniz budur, yazın verin məclisə, məclis təsvib eləsin, Hozə ixtiyarat Vəzarət İrşaddan bunu alsın, versin ayrı yerə. Bu rəvişi xilaf qanun eləməyi siz dəb eləsəz, bilmirəm sizdən sonra nə olar. Elə bu cür sərahətlə çox tund.
Mən deyim, ay xatəm, vermişsiniz, mən istifadə edəyəm ya mən nəzər verəm. Deyir, yox, vermişəm, nəzər verəsən. Mən naməni islah elədim bir müqdar, ləhnin çördüm biraz çox və istilah nərm şəkildə həmin məfhumu yazdıq imama ki, sonra ay xatəm məndən təşəkkür edirdi ki, mən sonra fikir etdim, mən aparsam o naməni versəm. İmam mənim yanımda oxusam, mən nədə utanacağım? O cür tüt yazmışam. Ki sonra da İmam Dili Xatəmin nəzərini təqdir eləmiş ki, sən dediğin düzdür, hər nə qeyri-məcrai qanunda ibləğ olub, gərək qeydə yerinə qanuni tərikdən əncam tapa ki, ta bu günəcən elə həccü ziyarət Vəzarət İrşadda qalıbdır. İrşada gəlmək xub mənə bir ayrı fəz idi radio televizyondan çıxandan sonra ki, müxtəlif işlər bala-bala məsələn daxildə, xaricdə mənə mühəvvəl oldu. Asiyay Mərkəzi və Qafqazın İdarə Kullum və Rayzənihay Fərhəngisini mən təsis elədim. İntişarat-ı Beynəlmiləli Əl-Huda müdir amili oldum. Onda fəqət bir dənə Ləndəndə şöbə vardı, bir dənə Afrika Cənubda Əl-Hudan. Mən Asiyay Mərkəzinin bütün məmləkətlərində, Qafqazın bütün məmləkətlərində və bəzi Moskvada şöbəhay İntişarat-ı Beynəlmiləli Əl-Hudanı təhsil elədim. در واقع şöbəhay کتاب ایرانی و ترجمه و نشر کتاب ایرانی به زبانهای o məmləkətlər. Sonra bir vaxt mən Rayzəni Fərhəngi İran در Alman təyin oldum. Ay Xatəmin tərəfindən ki, çox qalanmadım. Mən tək getmişdim, xanımadamı aparmamışdım. 40 gün zat qaldım. Bir münasibətə gəldim, ay Xatəmiyə deyim, icazə versəz, mən getməyim. Dehati, این چه حرفیه؟ همه پارتی میتراشن که برن آلمان رایزن بشه. من کیم که مخالفت کنم؟ دوست نداری نرو، ولی فضای خوبیه، بری راحت بشی، کار کنی فلان فلان. من در هر fikir etdim, gördüm orada bir iş yoktu. Yani bir işlema zemine de yoktu, bəstər də yoktu. Mesela mən səhər gedirəm, bir 2 dənə, 3 dənə namə var, Allah'a görürəm. Çox olsa bir 2 dənə də mülaqat edirəm filan filan. Olur saat 10. Sonra nə edəcəm? Yani bəstər də yoktu işlema. Bir də zəbanını bilmirdim. Yani bu biləmək çox mühimdir. İstəsəydim Almanı öyrəşəm, o özü bir neçil pul çəkəcəkdi. Və mən müxalifəm bundan ki, məsələn. Adamlar o getdiyi məmləkətdən dilim bilməyə gedirlər, Rayzən olurlar, səfir olurlar, nümayəndə olurlar müxtəlif məmləkətlərdə. Yəni, mən xüsusən bu öz hövzəmizdə, mən bir dəfə Ay Xamneyə ərz elədim ki, bu Bakıya siz bir belə Azərbaycanlılardan bir dənə adam tapamısınız, türk zəban yollayasınız ki, orada səlam əleykə də bir mütərcim olmaya. Bir belə bizim Azərbaycanlılarda münsif adamlarımız var, siz özünüz tanıdığınız adamlar var. Bir dənə bir bir xas müvəz didgah var ki, bu mütəəssifانه məmləkətdə bəzən bahis olur ki, rüşd Azərbaycan qabağa alınsın. O da bir ifrati baxışdır ki, əgər Azərbaycan توسعه yafta olsa, mümkündür xətərnak ola. Aydın, bu xətərnakdan mənzur üçün siz qəbliki bölümdə də bu məqama toxundunuz. Xətərnak olmaqdan mənzur dəqiqən o təciyyənin qorxusudur. Bəli, cüdai tələbi. Mən bir dənə böyük məqamdan eşitdim, deyir ki, niyə biz Azərbaycanla sərmayə quzarlıq eləyək? Biləxərə bunlar bizdən ayrılacaqlar. Mən deyim siz... Çox əcibdir, bəşin mən sözlü kəsirəm, bu çox əcibdir. Bir dənə məqamı dövlətdə, adı da gəlməyib bu ləhsiyəcəm. Bu düşüncə var, bu baxış var. Vəli küçədə, xiyavanda yaşayanlərdə, alver eləyənlərdə, həyatların bu şəhridə, Azərbaycanın başa-başında sürdürənlərdə belə bir baxış yoxdur. Bu bərəks ola, gərək bərəks ola, yox. Yəni, əgər də ahadi millətdə belə bir düşüncə olsa, dövlət adamında bu olmuyor. Bu niyə bərəksidir bizim məmləkət? Bu düşüncə hardan gəlir? Mən bunlardan 2-3 dənə məsəl deyim sizə, çox cəlibdir. Ağay Heydər Əliyev çox deyərdi ki, mən sizin Təbrizə gedim. Bəli. Bir iddə mane edilər, özlərinin müvəz fikirləri ilə ki, bu getsə, məsələ olar Azərbaycanda filan. Bir dəfə
Həsənov, Azərbaycanın nüfuz vəziri gəldi Təbrizə. Mən də onun həmrahı idim. Getdik bu Sərraşənnazda getdik bir dənə butikə. Bir dənə poliver götürdü. Deyib bu neçədir? Deyib o zaman 1200 mən. Deyib mən tanısan? Deyib yox tanımıram. Deyib mən Həsənovum, Azərbaycanın baş vəziri. İndi neçədir? Deyəcəkdir ki, sənə qurban deyirlər filan. Deyirlər qiymətimin 200 tüməndir, sən söyləmsən 100 tüməni də vermə. Mən bu baxışı bilirdim. Mən deyirdim, qoyun gəlsin, onun zehnində belə olmasın ki, məsələn, Təbriz əhli ilə qurbanlıqdır. Gəldi, bir vaxt Heydər Əliyev Naxçıvana, Moskvadan gəldi Naxçıvana. O, istilah, öz doğulduğu yerə də, Furupaşı qabağa gələndə. Bir yol. Mən rəisi Əncüməni Dostiyə İran və Azərbaycanıdım. Eşitdim, Naxçıvan vəzi çox qolaydı. Cəmaat çox pis gündə yaşırlar. Hökumət də Cibhə xalqın əlində idi. Əbülfəz Elçibəy orada rəis cümhurdur. Mən getdim Naxçıvana vəzi gördüm, gəldim. Mər Əşya Haşimin rəis dəftərini deyim, orada vəzi çox qolaydı. Bunlar nəcür hacaya yetirək. Deyir ki, döz görüm, indi büyün olar. Getdi, gəldi, 10 dəqiqə döz, hacaya quzarış ver. Getdim mən Haşimiyə, deyim, bu cür cəmaat xiyabanda ağaçlar kəsillə aparıla evlənə ki, bəlkə bir roşənayı, bir gərma, bizad olsun. Yemək heç zat yox, filan. Dedi ki, gəl heyət dövlətdə bu quzarışı ver. Mən getdim heyət dövlətdə, bu quzarışı verəndə, Haşimi, deyim, məcə bizim Naxçıvana lüləyə qaz yoxumuzdur. Dedim, varımızdır. Dedi, bən niyə qaz vermirik biz Naxçıvana? Vilayəti deyir ki, orada Elçibəy bizlə müxalifdir. Gündə bizim əleyhimizə şüar verir. Biz Naxçıvana da indi himayət eləsək, lap bətər elər. Haşimi deyir ki, elə ona görə deyirəm qaz verək da. Sonra dedi vəziri kişvərə ki, vəziri kişvər, Azərbaycan, Şərqi, Qərbi, Ərdəbil, Gilan məsul olsunlar, bir şift izafə poxt eləsinlər. Məhəmməd Haşimi, 4 günəcan istəyirəm, səhv treylilər ki, Naxçıvana çörək yaparırlar, nə ki un, çörək yaparırlar, onlardan quzarış tutasınız, pəxş eləyəsiniz. 3-4 dənə bu cür karsaz dəstur verdi Haşimi. Hər birində də elə vilayəti etiraz edirdi. Mən gördüm fəza münasibdir. Haşimi də elə-belə batmışdı səndəlin əmmaməsini çəkmişdi ki, bax ki, amma deyir, sən yuxlayıbdı. Amma vaxtında elə nəhib vururdu ki, deyim, Haşimi, icazə verirsiniz bir söz deyim, deyib, buyur. Deyim ki, indi ki, sən bu işlər görsən, Heydər Əliyevi dəvət elə gəlsin İrana. Dedi, yaxçı pişnaddır. Dəvətnamə təhiyyə eləyim mənim imzamla, şehirdə üstə öz aparsın. Dedilər ki, sizin imzasıyla yox, qoyun Ustandar Azərbaycan imzası ilə olsun. Haşim deyib, mənim imzamla. Yəni o pişnadı verənlər sizlər səth ittifaqı bizə Çətsinlər mən. Bir neçə gün sonra mənə də elə dəvətnamə hazırdır, gəl apar. Mən gəldim Təbrizdən, getdim Mərzə, oradan da getdim Naxçıvana apardım. Siz o zaman müşaviri Ayxatəmi idiniz də. Bəli, müşaviri Ayxatəmi. Bir yol apardım. Heydər Əliyev də məni evlərində qəbul elədi. Dedi, bağışlayın, istiliyimiz yoxdur, parlament soyuqdur, filandır, behmandır, filan. Bu da dedim, bu dəvətnamədir. Dedi, sağ olun, neçə gündür bura qaz gəlib, çörək gəlib. Bir yaxçı fürsət qabağa gəlmişdi, bəzi tacirlərimizdə tarix güzəştə makaronlar, nə mənə var idi, elə Təbrizdən yolladılar Naxçıvana, dövlətdən pullarını aldılar. Xoş xatirələr və bu zatlardan Allah da vaxtı almıyor. Dedim, Heydər Əliyev, hər vaxt istəsəz gələrsiniz, bizim burada konsulgərimiz var da, həmahəng gələrsiniz, gələrsiniz. Deyə, yox da elə gedək da.
Deyim elə bu cür. Deyim, sabah Elə bu ayaq. Deyim, bəs icazə verin, mən Tehranın danışım, görüm, Ayray Sumrun Vaxtullah sizin mülaqatsız olsun. O zaman da mobilizat yok idi ki, çıxmış oğlan telefonla ilə nəzir tutmuşam Tehranı. Ay Mərəşiyə deyim ki, bu cür ay Heydər deyirlər, bu ayaq gedək. Sabah istəyir gəlsin. Deyir, qoy görüm ocağı nədir. Getdi, dedi, gəldi, de olsun. Deyim, axı bu cür olmaz ki, mən gələn kimin olmaz ki, bu gələ maşınla Mərzə, oradan gələ Təbrizə filan. Çox zətlər zehnimdən geçdi ki, nələr olar. Deyir, xob, müxaybəqi havaپیما befirəstim. Deyim, əldə, sən bağış adamsın. Deyir, indi qeydlər ixtiyaratı mən nis, 1 saat digə ya şuma zəng bizən, ya mən zəng bizən. 1 saatdan sonra zəhvirdə deyir, sabah səhər 9-da bir dənə Falconu təşrifatı gələcəkdir. 12 nəfər quncaşı var. Heydər Əliyev hər neçə nəfərlə gəlir, gəlsin. Sən də gələsən. Azad deyil, sən də gəl. Deyim, məndən nə işiniz var? Deyir, o Azad deyib, sən də gəl. Gəldik. Havaپیمada calib xatirət Heydər Əliyev mənə deyirdi. O Moskvada olan zamanının xatirətindən. Deyirdi, mən əgər Heydər Əliyev olmayaydım, Azərbaycanlı olmayaydım, müsəlman olmayaydım, mən rəhbər İttihadı Şurəvi olardım. Çünki nəcadım Rus dəyirdi. Politburoda mən nəfəri dovumudum. Qoymadılar mən nəfər əvvəl ola. Elə ki, havaپیما Tehrana yaxınlaşırdı, 55 dəqiqə pərvazdı. Deyir ki, görəsən məni qarşılayan olacaq. Bir dənə böyük adam kiçilib daha indi olubdu gücə. Deyir, görəsən məni qarşılayan olacaq. Mən də əl girib ürəyimə bilmirəm ki. Kim gələcək? Kim gələcək, əsən gələcək, gəlməyəcək. Dedim ki, sizi prezident çağırıb, həttəmən heç olmasa bir dənə vəzir gələr də. Elə ki, havaپیما otdu. Mən gördüm bu pavyonu dövlətin qabağına geçdi, gedir pavyonu Cumhuriyə tərəf. Pavyonu Cumhurda müxtəs rəis cumhurdur. Vuzara da oradan gəlib gedəməzlər. Geçdim xəlabana ki, nə xəbərdir? Deyir, özü gəlib ay Haşimi. Bir dəqiqə geçdi, mən gördüm, təyyarə saxladı, o red karpeti gətdilə, fərş qırmızı saldılar, gəldim, deyim, Heydər müəllim, xəbərim var, kişi özü gəlibdir. Və bunun gözləri doldu. Dedi, əgər mən Heydər olam, sizin bu işin cavabını verirəm. Gəldi o gün, ay Haşim istiqbal elədi, gəldi, getdik, Keçirə Riyasət Cumhurda bir daha mülaqat elədi, getdi, istirahətlər elədi, nahar yedi, saat 4-də də Ay Xamneyi ilə mülaqat elədi, gecə şam yedi, xüsusi şam, ondan sonra bir seri müzakirət, o gecə Əbülfəz Elçibəy ki, ondan 3 gün qabaq demişdi, cəmaət dağılmayın, Təbrizin də təklifini məlum eləyək. Qaçdı. Getdi o zadgahına, Kərəki kəndinə, orada əvvəli müsahibəsini BBC ilə elədi ki, İran aparıb bir dənə qeyri-məsul şəxsi İranda silahlandırıb, onlar mənim əleyhimə durublar, ona görə mən qaçdım. Dərhal ki, hələ sonralar silahsız İrandan çox getdi Azərbaycana. Hətta İrandan müstəşar nizamı da getdi, şəhid də oldu ermənilər müqabilində. Vəli o zaman hələ hesat yox idi, fəqət çörək qaz vermişlər, bir daha da bir günlük qonaq gəlmişdi. Amma Heydər Əliyevin ürəyində bu Təbriz var idi da, var idi. 3-cü səfərində mən mülaqatı, Ay Xamneyi ilə mülaqatda bu yine tərh elədi ki, başladı Azərbaycan böyük yerdir, Təbrizin böyük şəxsiyyətləri var, başladı tarix demə. Ay Xamneyi zirəkliğinin sözünü kəsdi bunu. Deyir, labud sən deyəsən, biri də mənəm o böyük şəxsiyyətdən. Deyir, bəli, sizim ilə yetirəm ora. Siz də Azərbaycandan çıxmışsınız da filan. Deyir, bəli, Təbrizin həsrəti qalıb mənim ürəyimdə. Ay Xamneyi geçdi bu sözdən, hän yox demədi. Mülaqat tutulandan sonra mənə deyib, bu Təbrizə geçsə nə olar? Deyim, məndən soruşdunuz, heç sad olmaz. Amma ay vilayətçət orada deyim, amma bunlara desən, deyirlər Təbrizdə inqilab qopar. Deyim, o da Həsənov bir il qabaq getdi, bu cür olmuşdu.
Ay xanım, çox da güllü deyil, getsin Təbrizə. Sabahsı bərnamə qoydular, gəlsin Təbrizə. Onda Ay Əminzadə müavini vəzir xaricə idi, Muhsin Əminzadə. O gün də məclisdə mənim bir güzarışım vardı, mən gedəməzdim, həmrah gələnməzdim. Ay Əminzadə müavini vəzir xaricə həmrah gəlmişdi. Mən də güzarışım vardı, mobilim bağlı idi. Elə ki, cəlsi ələni qurtuldu, mobilimi açdım, gördüm, neçə dəfə zəh vurubdu. Gördüm, deyir ki, Təbriz bazarında aşinəm var. Deyim, necə? Fəşdad almışsınız, boşlu düşmüşsünüz. Deyir, yox baba, mən bu Heydər Əliyevlə gəlmişəm, bu fəş bazarına, bu dükkandan çıxırıq, giyirik o dükkana, bu dükkandan o dükkana. Heç 3 nəfər çıxmırlar buna çəpikçi alsınlar. Deyim, həmən Heydər Əliyevdir ki, deyir, düz gəlsələr Təbrizdə inqilab qopar, ha? Siz Təbrizi tanımamısınız. Onun Təbriz əhli heç biraz o yanını Urmiyəlini deyir ki, bunlar qeyrtidir, biraz Ərdəbilini deyir, kətlidir. Bu özündən sonra heç kimi bəyənmirələr, gələcək Bakiliyə əyəcəkdir. Biz konqreye Şəhriyarda getmişdik Bakıda, bizi çağırmışlar müsahibəyə, bərnamə Zindi-i Subqahiyə. Tərəf məndən soruşdu ki, Şerdüs müəllim, nəzəriniz bircığa nəmə nədir, vəhdətə nədir? Deyim, çox yaxşıdır, vəhdətdə Allahda deyib, Peyğəmbərdə deyib, filan. Deyim, o vəhdət yox ki, bizlə sizin birliyimiz var. Deyim, o da yaxşıdır da, biləxərə, bizdə konqreye Şəhriyar bərqizəyiz. Deyim, Şerdüs müəllim, bilirsiniz nə deyirəm, o tikanlara ki, ürəyimizə batıb, bunlara çıxarda qatıb geçsin. Deyim, ona da müvafiqəm. Hara ataq? Deyim, hara ataq? Deyim, istəsək düz yerinə ataq ki, aparaq, qoyaq Qarabağın o tərəfinə. Rusiyanın cünubu da gələcək onun üstünə. Deyim, ya nə mənə? Deyim, ya ki, akademimiz var sizin. Tarix akademisində bərrəsin, 100 il qabaq bu hardaydı. Deyim, yox, otur olmaz ki, bizlə siz, Azərbaycanlılar bir olaq. Deyim, onu da müvafiqəm olsun. Azərbaycanlılar bir olaq. Siz neçə nəfərsiniz? Deyim, biz 7 milyon. Deyim, biz 40 milyonuq. Özdə mən Azərbaycanlıyam, dədə-babadan. Amma Tehranda yaşıram indi. Hələ bir çox türk zəbanda varımızdır ki, Xorasanda yaşırlar. Razısınız biz İranı yapışdıraq sizə? Olar. Axı, istəsək də bir olaq ki, kiçiyi böyle yapışdırarlar, böyük kiçiyi yapışdırmazlar ki. Biz 40 milyonuq, siz 7 milyonsuz. 7 milyonu 40 milyona yapışdırarlar. Bu oldu bir bəhs. Ondan sonra mətbuatda neçə ay bu bəhs idaməsi vardı. Bizə müxalif və müvafiq. Müxaliflər deyirlər ki, gəlibdir, iddiayı ərz elir bu İranlı filan elir. Müvafiqlər də deyirlər, özləri bunu deyirlər, bu əhmaq bu suallar eləmanın, belə eləyib. Bilirsiniz, namdır, bizim bir tane böyük məsələ müşkülümüz var. Der kenarı o muvəc baxışlar Azərbaycana. Bəzi ifratı Azərbaycanlılarımızda bəzi zatlara meydan verirlər. Baxın, bu Ruzi şeir və ədəb ki, Ruzi Şəhriyardır. Bu hətta gəldi budur ki, bizim Şəhriyarımız geçib İran rəsmi təqviminə də. Bəli. İstəyəsiz, istəməyəsiz, İstəyəfdir Şəhriyar müdiri kulli irşadı Xuzistan da Şəhriyardan təzlil edir. Niyə? Bəxşnamə vəzir irşadı bəray tamam ustana. Amma bizim mütəəssifən bu bəzi ifrati tüyçülərimiz məni bu barədə məhkum edirlər. Yəni, əvəzin ki, Allah, mən istəmirəm məni heç təşviq eləsin, heç niyazım da yoxdur. Amma bu məsələni dərk eləmirlər ki, biz əgər istəsək hoviyyətimizdən miat olaq, dilimizdən, ədəbiyyatımızdan miat olaq, gərək elə deməyək ki, hər zat bizimkidir, hamı elə gərək bizə tabi ola, yox. Biz iftixar edirik ki, Şəhriyar buzurgtərin şairi sədə-i əxirdir. Adını da geçmişik təqvimə, hər ildə böyük pastaşlar olur. İranda, xaricdə. Axda filan, mən Mənuçer Atəşi ustad mənə müxalifət eləyəndə, mən deyirəm, xub da,
oxumayıb, bilmir ya, Şəhriyarı sevmir ya, hər nə də bir dəlil vardı ki, istəmir. Əlbəttə ondan bəhs eləmişəm. O demişdi ki, şairi که بیشتر سروده هاش به زبان ترکی است نمیتواند شاعر ملی ایران باشد. Deyim ustad, bu terazuya əqlə niyazı yoxdur. Terazuya bəql və bəqqalıya da qoysan, Şəhriyarın türkü surudəsi hətta 20% fars surudəsidir. Hala keyfiyyətində sözümüz yoxdur ki, əsən nə qədər müəssirdir. Vəli بیشتر farsı da, türkü deyil. بیشتری فارسıdır. Əsən Şəhriyar o vaxt şeiri Türkiye başlayıb ki, be etibarı şeiri farsısı şinaxte şuda şairidir kull İran'da. Yani o zamanki Şəhriyar Heydər Babiyə Selami yazıbdı ve unvanı یک şair namdar İran'ın ki Məlik Şüərای Bəhar deyir ki, bu nə tənha iftixar İran, bəlkə iftixar məşriq zəmin است tanınmışdı. Ama bizim bu bazı ifratı yoldaşlarımız mütəəssifانه əlimizdən tutmaqdan ayağımızdan tuturlar. Bilirsiniz, bir dənə nöqtə vardı burada. Biz radio müstəşarın bu gedişatında da bunlara çox dəyirik mütəəssifانه. Vəli xop, mən burada elə yeri gəlmişkən istəyirəm deyəm ki, biz nə yolumuzdan cayanıq, nə bu dalıdan atılıb və topuğa dəyən daşlar bizi yorar. Vəli adətən həqiqətən bizi də sinsidirlər. Bilirsiniz, vaxtı ki bir dənə söhbətdə məntiq yoxdur. Dalısında bir düşüncə yoxdur. Bir nəfərlər xət verirlər və çoxlu insanlar onların sözlərini təkrar elirlər. Bir dənə əcib bir vəziyyətdə qalmışıq. Çox sadə bax. İndi məsələn, çoxlu insanlar bu şəhrin teatrına zəhmət çəkirlər. Musiqisinə zəhmət çəkirlər. Danışgah Təbrizdə, danışgah Sənddə, danışgah Mədənidə, elm sahəsində zəhmət çəkilir. Bunlara niyə gərək bir nəfər, hansı cürət bunlara icazə verir ki, desinlər, sən satqınsan, sən fəqət mən deyən yolu gedəcəksən, mən deyən kimin danışacaqsan, mən deyən kimin düşünəcəksən. Faşizmlə faşizmin mübarizəsinə gedilməz. Və bu dostlar belə gedirlər. Belə gedirlər. Hər halda çox sağ olun, bu xatirələr çox şirindir. Biraz da bizi Tacikistan dövrəsi ilə tanış eləyin. 6 il sizin ömrünüzdən orada keçibdi və eşidək görək orada nələr yaşamısınız, xüsusən oranın xatirələrindən. Mən o günkü Dəbir Şurای Ali İranyan xaric az kişvər idim. Orada bir xas dövran idi, bəzi işlər vardı, bəzi xatirələr var ki, hala bu bərnamədə istəmirəm vaxt salam. O günkü məsullarına mənim suyum bir ərxə getmədi. Ay Əhmədi Necadın zamanı idi. Be hər hal eləyənmədik. Mən Şurayı Ali İranyandan istifa verdim. Gəldim, otdum evdə. Ay Əhmədi Necad çağırdı, deyir ki, mən gəlməmiş də sən bərnaməndə vardı ki, səfir olasan. Bu işdə işləyənmisən bu adamlarla, git xaric az kişvərə. Buna bir üzbə-üz eləsə də sizə dedilərdi, bəli. Git xaric az kişvərə səfir ol. Dedim ki, əlbəttə mən əvvəldə Ay Əhmədi Necad gələndə də bir dəfə istifa vermişdim. Taza müstəqər olmuşdu. Getdim biləsinə deyim ki, Ay Əhmədi Necad, sən bir 2 ay get Riyazət Cumhurundan getindən sonra. Bir güzarışkar amadələdim, apardım. Dedim, be hər hal mən Ay Xatəmi mən nəsb eləyibdi. Siz təbən öz adamınızgah qoyasınız. Mənlə sizin xasqah fikrimiz mütəfavitdir. Adamlarımız mütəfavitdir, dostlarımız mütəfavitdir. Bu mənim istifam. Yazdı istifamın üstündəki. İşfahan dedi, sonra da yazdı ki, yox, mümkündür bu cür ola. Vəli bir işləməkdə müşkülümüz yoxdur. Sən, mən də Ay Xatəmi zamanı bəd az məclis, bu da ki, hər birini deyirəm, əl-kəlamı yəcürül kəlam. Məni Ay Xatəmi
istəyirdim mən müavin konsuلی و ایرانیان خارج از کشور وزارت خارجه olum. Bəli. Bir tane da mektup yazmıştı bu arada Vezir-i Xarici vaxtı Ağay Kemal Xərraziyə. Bizim bir dostumuz var Ağay Qasımzadə ki onda muavin Seda və Simeydi. Ağay Musavi Ərdəbilin damadıdır. O Ağay Xərrazi ilə Amerikadan dostdudur. Cümələr ba həm dağa gedərdilər. Bir gün cümə günü mənə zəng vurdu ki, şeir dost Kemal dağda deyirdi ki, bətər girə düşmüşəm. Mənim öz intiqabım da şeir dostudur. Ay Xatəmi də ki, heç mənə indiyəcən əslən heç kimi murdində dəstur verməyib. Şeir dostum murdində bir daha mənə namə yazıbdı. Amma rəis məclis ki, onda ay hətta adilidir, müxalifət edir ki, mən bir dənə öz həmxəttimizi istəyirəm. Şeir dost islah tələbdir, onu qoyma. Və çünki bu iş müavinət parlamanı da bu məsuliyyətdədir. Mən küstüm bir müddət. Yəni demək mən deməmişəm ki, mənim məsuliyyətə qoysun Ağay Xatəmi. Özü çağırıb, özü xahiş eləyib, özü dəstur verib filan. Sonra ki getdik Şurayı Ali İraniyan xaric az keşverə, mənə orada Ağay Xatəmi 2-3 dənə səfarət pişnahad elədi. Əqriman da gəlmişdi. Ay bir gün çağırdı, deyir ki, Ağay Əhmədi Necad intikab olmuşdu və hələ müstəqər olmamışdı. Dedi, Ağay Əhmədi Necad یه نامه نوشته برای ما که از فلان قد بالاتر دستور ریالی نده، از فلان قد بالاتر دستور ارزی نده، سفیر تعیین نکن، استاندار تعیین نکن فلان. Çox da narahatıdır. Deyir vəli, خب با تو که بد نیست. میخوای من صحبت کنم یا خودت صحبت کن من اگریمان تو رو امضا کنم شما برو. Dedim Ağay Xatəmi bu nə fərmayışdır sənin şəxsiyyətin, hətta mənim şəxsiyyətim bu nə sözdür. Siz axir günəcan ki tepki qanun əsası rəis cümhursuz, imzasının nifazı var. Bəli. Gəl imzalayasınız. O da gələr, söyər birini saxlar, söyməz ilə həman gün imzalar, qeytərər. O da onun ixtiyaratındadır. Mən bu rəvişi əslən söymürəm. Vəli mənim barəmdə də əslən eləməyin. در نتیجه من Əhməd Necad gələndə bir 2-3 dənə əqrimanım gəlmişdi, o müzeyin üstündeydi. Ki Ağay Əhməd Necad mənə deyəndə ki qal bir 6 ay azmayış işləyək, deyir səfirəm بخوای بشی این جاهای آسیای مرکزی و قفقاز و کشورهای عربی اینا چیه؟ برو لندن، برو پاریس، برو فلان فلان. ذهنində bu iki məsələ onlar mühümdərdir. Ki sonra elə ki به اصطلاح من شورای ایرانیان getdim de قبلا ki می‌خواستی بری سفارت. حالا برو یه جایی مثلا. Mən bəzi dostlarla məşvərət elədim. Deyirlər, hər hal sən karməndi dövlətsən, gəlib bir yerdə işləyəsən da. İndi bu şəraitdə heç yer münasibət az xaricdə. Hər hansı vizarətxanaya getsən elə bu təfəkkürdür, bu türdür. Mən qəbul elədim. Dedim, bəli, bu şərtlə ki, mən bir dəfə bir səfəri 3-4 günlük gedəm, Tacikistana gələm, sonra... Görəm orada Oza nədir? Getdim, mən qəbul səfirliyim də Tacikistanda tanınmış adamıdım. Mən üzvü İttihadiyyə Nevisəndəqanıdım. Mənim bir dənə kitabım Çeşməndaz Şeir Emruz Tacikistan ki, Tacikistanın nəqd şeiri idi. Orada kitabı sal olmuşdu. Yani tanınmış adamıdım. Getdim mən rəis cümhurla mülaqat elədim. Deyim Ay Rəhmanov, mən bilirəm sən razısan. İqdam eləmişsən ki, mən gələm burada səfir olam. İran dövlət də pişnahad eləyib. Amma bir şərtim var. Ayda bir dəfə kişiyanla mülaqatımız olsa mən gələcəm. Olmasa yox. Bəli. Dedi, axı çərə? Deyim, bərayınki bu məmləkətdə sən sözündür. Vəzirdir, vəkildir, nüxus vəzirdir, rəis bulanmamış. Ayda bir dəfə doqanə mülaqatımız olsun. Çünki mərdanə məndən əl verdi, deyə şot. Biz də gəldik, deyə vurun gedək. Çox az fasilə ilə mən getdim Tacikistana. Çox ehtiram elədilər. Yəni,
bu ikinin yanına mülaqata o axir günəcən paybənd qaldı. Ay inandır. Birdən görərdim ki, məsələn, cümə günü axşamdı, rəis dəftəri Erkin Rəhmətullah idi ki, indi səfirlədir, neçə dənə kişilər Avropaydı, Məğərbi Belçikdədir. Zəng vurardı ki, Ay Rəis Cümhur dedi ki, səhər saat 6-da libası کوه بپوشه حاضر باشه ما از جلو رزیدانس برش می‌داریم. Gələrdim, deyərdi ki, دیدم این هفته مهمان خارجی دارم یا خودم سفر دارم یه ماهمون طولانی تر میشه گفتم امروز با هم بریم کوه هم یه چخ چخ بکنیم اولار بزرگ صمیمانه دانشمندا دیگه چخ چخ هم یه چخ چخ بکنیم همطور هم یه ذره در بیارم از خونه بری کوه. Bunun باعث oldu ki biz Tacikistan'da her ne istirdik elədik. Yani biz orada bimaristan açdıq. İran adına. İran adına. Bəli. İbn Sina adına. İranlı döktürlər gəlirdilər orada. Bir həftə, 10 gün məsələn mütəxəssis cərrah qəlb gəlirdi. 30-40 dənə cərrah elirdi, gedirdi. Bimaristan məsələn orada bəxşi kolye varımız idi. O lap İran dərəcəyə ki döktürlər, vəli daimi iqamətə yox. Məsələn 2 ayda bir həftə, 10 gün. O döktürlər ki İranda iş tapmaq olmaz olar. Sonra əlbəttə bəxş xüsusi ilə, o dövləti ilə yox. Mütəvəccüh. بعد الو دکتر özlər sərmayə qozarlıq elədilər بیمارستان دومه. Bir dənə xanə İran düzəltdik ki, əslən bir dənə İran کوچک. تمام استانهای ایران hərəsinin bir dənə غرفəsi vardı. Xuzistandan nəxli məsələn Xuzistandan gətirmişdilər. Gilan təbiətinə o cür, Azərbaycan təbiətinə, fərşindən, nə bilim, gilimindən, sənaye qəzaisindən, zadından. Bəd hər həftədə bir ustanın günü idi. Bəli. Öz ustandan gələrdilər filan. Şəhərdari Təbriz o məqtədai Nəbin şəhərdarıdır. Bir dənə 200 nəfərə qruhunun Təbrizdən gəldi ora. Əslən bir həftə tamam Tacikistan Təbriz idi. Nə tənha Doşənbə, bəlkə Xocan, bəlkə Kula, bəlkə İsfərəb, tamam şəhərlər. Musiqiden tutmuş, teatrdan tutmuş, sənaye dəstidən tutmuş, folklordan, hər zat da, hər zat. Biz orada tamam danışgahlarda otağı İran icad elədik. Yəni özləri köməklik edirdilər. بیش از 500 dənə şirkət İranı səbt elədik. Təhrim zamanında nə mənə kalay təhrimi İranda mورد نیازda az təriqi Tacikistan gəlirdi. Bir gün havapeymaya müdür amili mənə deyir ki, bizim 15 dənə Falcon təyyarəmiz, Falcon yox. MD. Yox, bu misafirbəri ki, Hollandiyadan almışdılar. Zəmingir olub, qətəsi yoxdur. Deyim, bir dənə burada şirkət səbt edir. Bir gündə şirkət səbt elədilər. Əcəb. Qətələn olmasın. Hollandiyada bilirdi ki, Tacikistanın təyyarəsi yoxdur. Foker. Yol qətələn gətirdilər Tacikistana, oradan qoydular təyyarə gətirdilər Tehrana. Bəli. Bunların hamısını rəis cümhur icazə verərdi. Yəni bir cərəyanda idi. Yəni bütün icazə rəis cümhur olmazdı. Cəlibdir. Çün o bilirdi ki, İrandan heç quna xətər onu təhdid eləmir. Ona görə yola gəlirdi. Hər nə. Biz orada 2 dənə böyük proje icra elədik. Bir dənə نیروگاه برگابی سنگ توده. تاجیکستان منبع آب آسیاده. آب Tacikistanın tənha 4% Tacikistanda istifadə olar. 96% Tacikistandan gələr eşiyə. Biz bir böyük proje piyadə edirdik. Bəzi əllər ki, mənafelər xətərə düşürdü, qoymadılar ki, Tacikistandan su gətirək İrana. 2 dənə proje bərrəstlik olmuşdu. Biri az təriqi Əfqanistan, bir də az təriqi Özbəkistan, Türkmənistan. طریق افغانستان هم yaxıntardır, هم مسیر yol bir cür ki şib زمین özü بیش از 70% gətirəcədi. 2 dənə nöqtəyi pompaja ehtiyac vardı. Əcəb. Su da əsən nə cürdür? Məsələn, o rudxana ki biz onun üstündə Niyuqa, Bərqabi, Səngtudən düzəltdik. O rud vəxşidir ki, o
Tacikistanın məsələn mütəvəssit rudxanələrindəndir və 10 bərabəri Karun debisi var idi onun. O Şeylə axırdı gedirdi. Gedirdi bax. Gedirdi. Bir tane da tünel vurduq. Tüneli Anzab ya İstiklal ki rاه شمال و جنوب تاجیکستانı bir-birinə vəsl edirdi. Məsiri 10 saat azaldırdı və özləri deyirdilər projeyi qərn. Bu tünelin 5400 metr tulu idi. Vəsətdə elə yerlərə yetişirdi ki, təşəşüy radioaktiv o qədər çox idi ki, mən özümlə gedərdim bazıda, o dəstgah təşəşüy səncə ki, gətirirdilər. Gəlirdi, dayanırdı səqfə, da ondan sonra bilmirdi ki, nə qədərdir. Çünki gəlmişdi, lap axirində dayanmışdı. Xülasə o projəni İran işlədi və orada mərdum da çünki rahatlıqları idi, o bərq bais oldu ki, Tacikistan bir miqdar rifaha yetişdi. Çünki o bərqin çox miqdarını satdılar Əfqanistana, dərəməd ərzi kəsb elədilər. O, be istilah, tünel yolların yaxınlatdı, şimalı cünubu bir-birinə vəsl elədi. Və tüccar İran orada 500 dənə şirkət, danışçuyan İranı ki, onda girdilər xaricdə, məsələn, böyük rəqəmlərlə. Bir tədad mən bursiyə alardım onlardan, rayqan bursiyə. Bir tədad da gələrdilər, özləri danışqalarda səbtinam elərdilər. Çox, yəni döran təlai rəvabit İran və Tacikistan'dır. Məsulları ki, İrandan gələrdilər ora, mükərrər deyərdilər, məbada qeyd esən, məbada qeyd esən. Hər vaxt istəsələr sənə payanı məmuriyyət vırsınlar, bizi müttələ ilə, məsulini balatər az vizarət xaricə. Vəli, xub, mən zindəcanlığımda həsadətdən çox zərər görmüşəm. Biri də bu murad ki, biləxərə bir dəfə bu ay Əraqçı indiki vəziri xarici, o zaman mavini vəziri xarici idi. Gəlmişdi ora, bir dənə bir gün yarınlıq səfərə. Yetişəndə Furudqaha mən istiqbal elədim, dedi ki, şehir düzbəra mənə rəis cümhur mülaqatımı giri. Deyəm, axı, koca mavini vəziri xarici bu rəis cümhur mülaqat میکنه. حتی اکثر یه رده بالاتر از خودش با وزیر ملاقات میکنه. دیگه نه تو میتونی. Yol. Sabahsı biz yarım gündə buna həm rəis cümhur, rəis məclis, nüxus vəzir, vəzir xaricə, naharını da vəzir xaricə ilə yedi. Deyəm, indi sənin bir gün vaxtın var. İstəsən gəzəsən, ya istəsən gedəsən bazara, istəsən təbiət görəsən, istəsən nə mənə. Deyəm, yarım gün sizin projelərinizi bazı deyək, yarım gündə gedək xəritməyə deyək. Gecə şama rezidansda mənə qonaqdır. Deyir, چیکار داری میکنی؟ دیدم چطور؟ دیدم من این نصف روزه رفتم دیدم شما اینجا زورخونه ساختی، سالن کشتی داری میسازی، مدرسه 4 پایه‌ای 30 کلاسه داری میسازی، زیر دبستانdan ta پایان دبیرستانacaq yer müftə vermişdi oranın dövləti. O yerin ləğəl 10 milyon dolar qiyməti idi. Müftə vermişdi, Vizarət Amuz Pərvəriş düzəldirdi. پژوهشگاه میسازی، چاپخانه درست کردی، نمیدونم فلان فلان. 8 پروژه تو دیدم بازم تموم نشد. چی کار داری میکنی؟ اینا چیه؟ دیدم خب چرا نکنم؟ دید آقا اینجا وزارت خارجه است، آدمو میزنن. من ژاپن سفیر بودم، هر کاری کردم بیش از یک پروژه قبول نکردم. بالاخره قبل از تو هم اینجا سفیر بود، بعد از تو هم سفیر خواهد بود. این کارا رو که نمی‌کنن. در نتیجه آدمو میزنن. Bəli. Cəlibdir. Yəni bu fəzayla biz gördük də. Çox cəlib. Getdik elə ki, dövlət dəyişildi, bilafasilə mən də getdim. Cəzzab, cəzzab. Bir dənə çox müxtəsər sual. Siz adət bir xatirətinizi yazısınız, ya bir otobiyoqrafi yazısınız? Mən yox, yazmıram. Çünki çox hevikdir bunlar. Çox dəyərli bir söhbətlər. Bəli, bəzi vaxt ki, gedərəm oğlumun dəftərinə olan bir qalerilər vardı. Bəli. Mən 2000-ci oğlum Ehsan hünəri işlə Bəli. məşğuldur. Orada
Bəzən soruşarlar, zəbt elərlər. Elə Nə gözəl, sizin kimi nə gözəl. bəli, məsələn, bəzi xatirət soruşarlar, zəbt elərlər. gözəl. Zahirən onlar bəzi işlər mən yazmamışam heç vaxt, müdəvvən də deməmişəm. Vəli elə bu cür tikəpara bəzən soruşublar, mən də bir tənasüb demişəm. Bəsdir. Əgər istəyək sizin ustad Şəhriyarla oturub durmaqlarınızdan eşidək. Bilirəm ki, ora çox ləzzətli bir söhbətlər olacaqdır. Yormamışıq biləz. Mən yox, sizi də yordum burada. İxtiyarınız var, biz ləzzət aparırıq. Hətta eləyə bilirik bir dənə ara verək. Yox da, gedək qutaraq. Tamam, buyurun bəs. Buyurun. Ərz eləyim, xub, mən Şəhriyara əlaqəm elə uşaqlıqdan var idi. Vəli bir tənasüb fasiləyi ki var idi, mən sinnimdə az idi. O cür mənus dəyirdim yaxından. Bəli. Vəli elə ki inqilab oldu, mən həm məsuliyyəti idarəmə, həm əlaqəm olduğu üçün lap ovləviyyətdə qoydum və ustad da elə qabaqcadan məni tanırdı, vəli da ondan sonra bir unsi, ulfəti bərqərar oldu. Mən sal 57 ta 67 ki ustad rəhmətə getdi. Xidmətində olmuşam, kəm o biş, o miqdar ki mənsuridir. Hətta Tehrana gedəndən sonra da mən ustadın xidmətinə yetişərdim və 2 həftədən çox ara verməzdi bu didarlarımız. Müanisəti ba Şəhriyar bais oldu ki, mən əslən bir taza dünya mənə açılsın. Həm حوزه شعر و ادبیات دا هم حوزه نحوه زیست انسانی شهریار دا شهریار bu ərsədə çox tanınmayıb hənuz. Yəni divanlarına baxınmaqla bəzi ruhiyyatına pey aparmaq olar. Bəzi məsələn halatı zindəcanlığını bilmək olar. Vəli Şəhriyarın necə yaşadığı o zuhd biriyası, biriya zuhdu ki məlaməti olasan adam yanında məsələn elə bilindirməyəsən ki sən zahidsən, elə eləyəsən ki səni məlamət eləyələ filan. Vəli içərində elə yaşayasan ki yəni vaqən özünü vəsli biləsən. Şəvahid var bunlara. Şəhriyar bir seri şeirlər ki deyib, özü deyərdi ki, mən bunlar özüm deməmişəm, bunlar mənim dilimə cari olub. İnqilabdan qabaq Şəhriyarı به عنوان رئیس کتابخانه سلطنت نصب eləyirlər. Fərəh dəstur verir, Pəhləbod vəziri fərhəngi vaxt buna hökm sadir edir. Bir dənə də Tehranda, Şimranda biləsinə 2000 metri həyət alırlar. Olan sənədin hökm kitabxanəyi səltənəti ilə gətirirlər Şəhriyarın xidmətinə Ağay İskəndər Azmudə Ustandarı bəxt. Bir dənə heyətlə. Şəhriyar deyir, durun, yığışdırın, gedin. Siz getməlisiniz. میکده چون به باد شد دعوت من به باده کرد روغن ریخته از کو نظر امامزاده کرد فی البداهه ارتجالا deyir ki sonra təkmil edib divanda vardı. Mən bir gün deyim ustad, sal 55'də xod İmam Xümeyni bilmirdi bir gün inqilab olacaqdı burada sal 57'də. Sən hardan dedin روغن ریخته از کو نظر امامزاده کرد. Götürün, geçtirin, gedin, siz özünüz getməlisiniz. Dedim, mən heç bunlar deyəndə bilmədim nə deyirəm. Bunlar mənim dilimdə cari oldu. Həm o bəzən o zaman deyəndə hamı deyərdi ki, məsələn, ustad da deyirdi, ustad şeir oxu, söhbət eləmə, məsələn, bu cür deyərdilər, məsələn, sözlüdən, bu halin Şəhriyar deyərdi ki, mən şeirlərim çoxdur, mənim də sözlərimi eşidin. Deyərdi ki, adamın simi vəslullah. Bu simi vəslullah bəzilər sonra suxriyə tutmuşdular, məsxərə edirdilər. Simi vəslullah. Dedi ki, bir gün xatiratında deyirdi ki, ustad,
Gəldi mənə deyilər ki, Təbrizdə روز مولانا tutacaq. Dan şeirdi. 10 gün sonra. Deydi, işləndim deyim. Axı məgər 10 gündə şeir demək olar. Onu da Mevlana. Qovdum bilələn. Səhər çay getdim Hovuz qırağında dəstəmaz alam. Elə bu fikir başımdaydı. Birdən gördüm ki, şeir yağır. Əgər mən tutmasam bu şeir gedəcəkdi. Gəldim o miqdar ki tutabildim bu oldu. 120 beyt Mevlana در خانقاه شمس'ti. با دیوانında bakın. Aslında faxirtərin şeir در مورد Təbriz budur. Məlumdur ki bu aləmi huşyarı şeiridir. Əsən bu bir yerə vəslidir belə bu yağır elə bu dalbadal gəlir. Hala onu dedim bir tane de bəzi inqilab xatirələrindən deyim ustadın. Bu mənaəti təbiindən ki məsələn baba kimdə 2000 metr ev, kitabxanə-i səltənəti, onu da salı 55-də o şəraitdə məsələn qəbul eləməz. Çox böyük adam istəyir ki bunu rədd eləyə. Özdə ərteşə getmirdi ki, qarda getmirdi ki, gelirdi kitabxanə-i səltənətiyə, kitabxanəyə gedirdi. Ay Mir Muhammədi rəis dəftəri Ay Xamneyi bir dəfə mənə deyir ki, mən istəyirəm gəpərəm ay Şəhriyarə bir də əmanət var, onu yetirəm, vaxt vermir. Əcəb. Sən bir vaxt cürə. Mən gəldim, ustada deyim ki, bir dənə qonağımız var filan deyim. Görsən tanıyəsən, yaxşı adamdır filan, icazə ver gəlsin. Sən məsləhət bilsən gəlsin. Gəldi. Mir Muhammədi dedi ki, mən hamile bir əmanətəm. Cibindən paketi çıxartdı, çek vardı, bükülmüşdü 2 qat, paketin içindeydi. Dedi, Ay Xameneyinin rəis cümhur olan. Bəli, bəli. Dedi, bunu sizin İbn Əmmüz sizə yollayıbdı. Şəhərgər mənə deyir ki, puldur, nə mənədir? Deyim, ustad, bəli də hədiyyədir, puldur. Deyir, deməmişəm, mən pul mul almaram. Deyim, ustad da, silədir də, siləni qeytərməzlər ki. Özdə yağış yağırdı, o birisi otaqın səkvi damırdı, bir də belə qaplama qoymuşlar, dam, yağış səsi gəlirdi. Deyim, ustad, ev eşikdə, bu cür xəşliyim də, bu silədir də. Siz istəməmişsiniz ki. Deyir, yox, bunlar adamın nəfsin xərab elər. Deyim, indi neyniyək, ustad, bu Tehrandan gəlib bunu versin sizə. Deyil, necə gəlib, o cür də aparsın, versin yerinə. Deyim, bəs siz bizzət yazın, hara deyirsiniz, aparsın, versin. Aldı, aydın, əslən açıb bu çəkin məbləğin baxmadı. Bu cür ki, qəddənixliydi, çıxartdı, qələmin çıxartdı, batırdı, dəvata yazdı. Əz-Suyi Məhəmməd Hüseyin Şəhriyar və cibhəy nəbərd həq əleyhi batıl. Altın imzaladı, verdi mənə. Deyib, ver aparsın. Deyim, Aymir Məhəmməd, bunu verəsən mən sonra bundan bir kopi götürürəm. Mən açdım, gördüm, çək 3 milyon tüməndir. O zaman 3 milyon tümən çox puludur da. Yəni, bu mənaəti təb, bu pakizliyi nəfs, mən neçə dəfə görmüşdüm, bu aylığın çalardılar, gətirərdilər. Bir dənə sahil vardı, özdə tanırdı, bilirdi ayın neçəsində gələrdi, şayət hüququn yarısını verərdi ona. Öləndə də Şəhriyar, bir dənə elə bu muzələdiyimiz ev qalıb da, biləsinlər. Vəssalam. Ki o zaman 20 milyon tümənə şəhərdar alıb da Ay Musavi zamanı, Mitay Musavi zamanı. Şəhriyardan qalan budur. Və halin ki, istəsəydi çox zatlar olardı, çə maddi, çə... Əlbəttə şöhrət avazı, əlhəmdülillah, Şəhriyar به خاطر bu تشخصی به خاطر bu سلامت نفسی به خاطر bu پیراستگی اخلاقی Şəhriyar dəstən həsəd yoxudur. Əslən düzdür bir bəzi vaxtlar qəbz halətinə düşərdi. Çox adamı yol verməzdi. Amma təbəxtur əslən yoxdur. Şəhriyar
Vaقعا bir pirasta insanıdır. Bir zaman gitmişti Silki Dervişi de tarikat yolu zadı gezdirdi. Xirqə vermişler filan ki özü deyərdi mən çillənişkinlər otdum ta o yolu tərk elədim ta mənə bir ayrı qapılar açıldı. Mən deyərdim ustad sən xoşnəvist sən ki sən Quran nəyə yazsan? Bu anki çox məlik xətti ilə yazıbdı. Məsələn indi Xanəmuzədə vardı. Deyərdi mən bu Qur'anı yazanda bir sürü məani mənim zehnimə gəlir. Bu ahəng kəlmatından ki oxuyanda gəlmir olar. Şəhriyar bu şəhrə bir dənə böyük daştədir. Nə ki Şəhriyarın indi bizə ehtiyac olsun, Şəhriyarın bozorgdaşda ehtiyac olsun. Şəhriyar ilə öz sağlığında hələ qəbl az inqilab o iki ocu şöhrətdə ona yetişibdi. Bəd az inqilabda onu tanıyır. Vəli biz Şəhriyara ehtiyacımız var. Biz bu şəhri Şəhriyarın adı ilə göyə götürə bildik. Misal verim, mən Quniyə 2 dəfə bir fasiləyə 3-4 il getmişəm. Birində bir dənə oteli 5 sitarə vardı ki, özdə adı 5 sitarə idi. İkincidə 5 dənə oteli 5 sitarə vardı ki, hamısı dəqiqən 5 sitarə idi və 100% dolu idi. Fəqət Mevlana'nın adı ilə. İstanbuldan Quniyə gündə 12 dənə pərvaz vardı. Mən hələ o il ki getmişdim. İstədilər mənə bilet alsınlar, soruşdular hansını gördüm, 12 dənə pərvaz var. Mən bir il bu müdir kulli miras fərhəngi sənaye dəstgərdi şəriyə deyim ki, ay Həmzəzadə, bir dənə form tərrahlıq edin. 15 İsfəndən 15 fərvərdinəcən hər kim gəlir Təbrizə be qəsd gərdəşgəri, əməz bu ki, təyyarə ilə gəlir, qatarla gəlir, öz maşkinlə gəlir, otobusla gəlir, bir sadə bir 5-6 tane sual soruşun. Biri də bu olsun ki, Təbrizdə istir haralar görsün. Biş az 70% formlarda Şəhriyarın adı var idi. Ya qəbr Şəhriyar, ya xanə Şəhriyar, ya asar Şəhriyar. Yəni Şəhriyar, bu qədər Şəhriyarda potansiyel vardı ki, bizim şəhrimiz ondan istifadə eləsin. Dünyada məruftərin qəbristani ki, buzurgan و əkabir orada dəfn olub, qəbristan Perlaşizi Fransa'da, Paris'te. Ki Sadık Hidayət Zad orada dəfn olubdu. Onun sabiqəsi hətta əksər 200 ildir. Bizim məqbərət şüəramızın 750 il ömrüdür. Yəni dünyada bu bizə, təkcə bu bizə iftixar olsa bəsdir. Var ki, Təbriz bir yerdir ki, mən adını qoymuşam Darüssalam şe'r və ədəb İran. Bəlkə məntəqə. Təbriz elə Darüssalamdır ki, Məhsətini Gəncədən, Xaqanını, Faryabdan, nə bilim, Zuheyri filan yerdən, Əsədini, Tustan, hamısını yığıb gətirib burada. Biş az 100 nəfər şair, arif, hacı, dədə, baba burada dəfn olubdur. Xocəndən Kəmal gəlib burada dəfn olub ki, biz o Kəmal Xocəndin mən Taciklərlə baxım. Orada Tacikistanda Şeyx Kəmal deyirlər. Bunun qeyr az vəch şairi, buna bir halat mənəvi və ruhi olvu da qaildirlər. Neçə il bundan qabaq gəldilər burada, məqbərəsindən bir torpağından biraz götdülər, apardılar orada bir timsali bir istilah bir məqbərə biləsinə düzəldiblər. Nəzr deyərlər, ziyarət edirlər filan. Gəlir, ba این که منطقه معروفی آسیای میانه ده پیرdi ولی gəlir otur Təbrizdə. تا در نکشم آب چرنداب و گجل سرخاب ز چشم من روان خواهد بود. تبریز مرا به جای جان خواهد بود. پیوسته در او جان من روان خواهد بود. Yani bu toprakta bu keşiş var. Şəhriyar öz qoynunda bəsləyib. Amma təəssüflə Təbriz qəribə düşərdi. Yazmışım. Demişəm.
və bəlkə yaşamışam. Mən 40 ildir Təbrizdən getmişəm. Müxtəlif məqtələrdə müxtəlif məsuliyyətlər mənə pişnad olub. Neçə dəfə mənə deyiblər ki, burada ustandar ol. Mən qəbul eləməmişəm. Bu Mənatiq-i Azadın qanunu məclisdə tərh olunanda Məntəqə-i Azad arası mən çox zəhmət çəkdim der vaqiə ta təsvib oldu. Deyilə ki, sən rəis heyət müdiri ol, gəl müdiri amil ol, gəl filan. Hətta bu əxirən də təzə dövləti çağırdığımda da dedilər, məsuliyyət icra yox. Amma bu İsfənd ayında mən getmişdim Ağır Pezeşkiyan yanına. Bir ayrı məsələyə məni çağırmışdı, pişnadda vardı filan. Ki mən üzrxahlıq elədim. Axırda deyir ki, baba bir dənə şəhəriyyə konqre, o konqrələrin dadı qalıb damağımızda. Mən axırın konqrənin salı 1385-də Sədrmin salı Şəhriyar bərqüzar eləmişəm də. Şəhriyar mütəvəllidi 1285-dir. Ondan sonra elə məsələn bir sadə məsələn elə 3-4 dənə Təbrizdən məqaləyə olub ya olmayıb, elə bir başdan eləmə bizad olubdu. Bəli, bunu ki qəbul elədim. Çox. Banki köməklik eləyənlər də oldu. Bu arada bu cəngi İsraili məlun و پلید də gəldi. بعد از bu məsələn bir ay yeri tətil elədi. Hamının zehniyyətini ayrıca apardı. Banki şəhrdari, میراث فرهنگی، اداره کل فرهنگ و ارشاد اسلامی، دانشگاه تبریز elə hamısı söylə bir köməklik eləsinlər və elillər məsələ icrasında şəhərdarın çox köməkliyi keçib. Vəli bizim anadan əndiyimiz sütü burnumuzdan gətiriblər. Çox çətindir. Rəhmətli Qayənzabi mən rəis radiyolunda nümayəndə məclisidir. Hərdən gələrdi, mən meydan ərkdə idi dəftərim, mənim yanıma. Mən indi də cəmdə ki 60'ı geçib sindim, vəli utandım çox siqar zat çəkmə. Vəli o rəhmətlik cibindən siqarını çıxardardı, deyərdi, gəl bir siqarlaşaq. Allah rəhmət. Vəli, bir gün mənə deyir, niyə bu cür çox tutuqsan, axı, nə var, nə olubdur, gəmilərin qərq olub, deyim, oca, darıxıram. Biz Təbrizdə dostbaz adamıq, gecəyəcəm, dostlarımızla, işinlə filanla, gecə yarısı gedərdik evimizə, yine səhər tezdən durardıq, gələrdik. Deyir, darıxma, düzələr. Ondan çox müfid olasan. Təbriz qəribə düşərdi. Əvvəlin bir Ayənzabdan eşitdim. Deyim, necə yan qəribə düşərdi acaba? Deyir, qədimlərdən, deyim, ya cədidlərdən, deyim, hər birinin özü sözsüz deyim. Deyir, Əllamə Təbai Nəcəfdən gəlmişdi Təbrizə. Filan məhəllədə, filan evdə oturardı, mən gedərdim, qapını döyərdim, gələrdi, özü yavaş-yavaş gələrdi, qapını açardı, gedərdim, oturardım, mənə dəst verərdi. Hərdən də bir dana çay gətirərdi, mən utanardım. O rəhmətlik ad apardı, çox ölübdü, biri sağdı, o adamlar ki ad apardı. Filan kəsə dedim ki, gəlin bahəm gedək, həm sizdə istifadə eləyin, həm də mən tək olub utanmayayım ki, dəy mənə bir dəst deyir. Deyir, hər kimə deyim, deyir, baba, Hacı Məhəddüsən bir şey deyil. Deyir, ömrünün axırıncın qalsaydı Təbrizdə elə bir şey deyildi, ha. Getdi, quma oldu, Əllamə, müfəssir, filsuf, filan. Necə ki, böyük qardaşı, Ayətullah, Haş Seyyid Həsən Təbai, Muhammed Həsən Təbai, ki, məruf bir ilahi Təbai, və ilahi vardı Təbrizdə, nə sağdı onun atası. Elə ömrün axırıncın qaldı Təbrizdə, elə o cür konca uzlətdə, Talibiyyədə, deyir, vicə siqarı çəkərdi, biri 1 qranıdır. Çox da siqarıydı da. Ələya titrərdi, bir dənə siqar ondan alıb verən olmazdı. Özündə mənə təbi icazə verməzdi, bir nə desin. Dedi, qoy bir anda qədimlərdən deyim, o rəhmətlik çox abu-tabla deyə ay şəhidi. Təbrizdə Ayşəhidi mərzəyə təqliddə, qəbri də elə Tuba məscidində.
yazıbdır ki Məkasibin haşiyəsində Allahümmə nəccini min hazihil qəriyyəti zalim əhluha. Bu şəhərdən ki, əhli zalimdir, mənə nəcat ver. Gecə toğ pilovu yerdilər, onda toğ pilov faxir xuraydı da. Gətirərdilər, sümüklərini tükərdilər bunun qapısına ki, gecə ağa toğ pilovu yiyibdi. Və halin ki, şayad o gecə ac yatmışdı. Demirəm həmişə bu cürdə ha, vəli bir vaxt gərək, ay aydınlandır, gərək buna son qoyular ki, Təbriz əhli, Təbrizdə qərib olmayələr. Bilmirəm ha vaxt, kim, harda eləyə biləcəkdir. Niyə Təbriz, nəqqaşı Təbrizdə parlamasın, geçsin İstanbulda parlasın? Niyə Təbriz yazısı burada kitabı min cür müşküllə müvazı olsun, vəli geçsin Bakıda, İstanbulda müntəşir olsun? Hansı baxışlar, hansı əllər, hansı qudrətlər bais olur ki, bizim nəsillərimiz, gələcək nəsillərimiz burada parlamasınlar. Necə ki, mən Təbrizdən ötürürlər. Mən indi deyələsəm, bir həftə vaxtım var. Hara söylsən, dünyanın hansı nöqtəsindən deyəm, mən gəlirəm Təbrizə. Amma bu cürdür da, yəni, məsuliyyət çətindir. Mütəəssifanə. Görünməyən yerdən zərbə vurmaq çoxdur. Və ümidvaram inşallah bir gün bu işlərə son qoyular. İnşallah. Aydın, mən son sualı soruşum xidmətçidən. Radio müstəşara görə nəzərinizi də buyurun mən. İranda ümumən rəsanələrin ömrü az olar, cavan mərc olarlar. Bu elə mətbuatda da var. Rəsanəhay niviştarda məxsusən çox gözətdəyir. İndi də ki, xub, rəsanəhay məcazın dövranıdır. Təəddüd və kesrət rəsanələr bahis olur ki, çox böyük hərəkətlər heç gözə dəyməsin. Amma mən sizə və həmkar razı təbrik əzəyirəm ki, az müddətdə çox görünüb və əla dərəcədə qiymətdənib. O gün ki, məndən dəvət elədiniz, mən 2-3 nəfər dostlarımla məşvərət elədim. Hamısı bir ittifaq deyirlər ki, çox yaxçıdır, hətmən bu işi gör, qəbul elə, get və mən bugün gördüm ki, ondan da yuxarıdır. Çox sağ olun. Çox mütəşəkkür. Sağ olun. Bir Təbrizli olaraq və bir Təbriz aşiqi olaraq mən sizin bu illərdə çəkdiyiniz zəhmətlərinizdən öz adıma və Təbrizlilər adına çox minnətdaram. Siz bizim şəhrimizə çox dəyərlisiniz. Allah sizə uzun ömürlər versin, ay doktor, və yolunuz davamlı olsun. Sağ olun, bu gecəni bizə ixtisas verdiniz. Özüm ki, yəqinən və ehtimalən dostlarımız da biz bu gecəni ömrümüzə yazmadıq. Çox sağ olun. Çox sağ olun. Siz Var də sağ olasınız. olun. Yorulmayasınız. Mütəşəkkir. Var olun.